Salam əziz Rofum sevərlər və futbol həvəskarları. İndi Rofum və Xəzri komandasının oyununu izləyəcəksiniz. Oyun başlayana qədər mən sizə Rofum komandasının üzlərini sayım. 22 Renat, 1 Yusif, 45 Zaur, 99 Tamerlan, 7 Tofik və Xəzri komandasında Hüseyin, 3 dənə Əli və Bəhrəm və Ömər. Və indi Əli qapıya doğru zərbə və Yusifin çaşqınlığından istifadə edir. Hesab 1-0 Xəzrinin xeyrinə. Qolu Əli vurur. Və oyun yerdən başlayır. Zaur və Yusif. Əli, sola gir. Zaur. Bəhrəmlə Zaurun Bəhrəm, gəl yerimə. mücadiləsindən top qapıdan kənara çıxır. 2-3-dən zərbə. Get qalağa, Əli, Hüseyin, gözləsin. Bəhrəmdən uzun ötürmə və Renatdan out. Out Xəzri. Əli, gəl orada. Bəhrəm, gəl bura. Bir. Ay, yerinə. Və Bəhrəmə uzun ötürmə edir və Renat topu ram edə bilmir. Hüseyin, gəl bura, hara gedirsən? Başla. Out Xəzri. Uzun ötürmə alınmır. Bəhrəm, hərəkət edin. Tofik Əliyə imkan vermir. Tamerlan. Out. Xəzri. Bəhrəm, ver Bəhrəmə. Ayağı çıxır, düzdür. Bəhrəmə ötürür və Bəhrəmin ayağını top tutmur. Əli. Şu topa zərbə atsın, top qapıdan kənarlaşır. Əli, sola get. Qapıdan zərbə. Yusif. Yusifdən uzun ötürmə, Tofik istiqamətinə alınmır. Tamerlan götürə bilmədi və Bəhrəm. Bəhrəm və Tofik out Xəzri. Nəzərinizə çatdırım ki, oyunun 3-cü dəqiqəsidir və hesab 1-0 Xəzri komandasının xeyrinədir. Qapıdan zərbə. Qapıdan zərbəni Yusif başlayır və Tofik istiqamətinə atır. Tofik 3 nəfərin arasından çıxa biləcəkmi? Out Xəzri. Əli, get sola get. Əli, sən gəl orada. Əlidən uzun ötürmə, Zaur istiqamətinə. Zaurdan Tamerlan. Tamerlandan Kənan irəliləyir, amma Ömər ona imkan vermir. Və Tofik topu götürür, zərbə və gol. 1-1 bərabərlik qolu və Tofik bu zərbəni 4-cü dəqiqədə vurur. Və top mərkəzdən başlayır. Bəhrəm oyuna başlayır. Bəhrəmdən Əli, Ömər və Bəhrəmdədir top. Zaur imkan vermir. Zaurdan Tofikə ötürmə. Zaurla Bəhrəmin çarpışması. Tofik, daha doğrusu Tofiklə Tamerlandadır top. Kənan topu götürə biləcəkmi? Xeyr. Hüseyinlə out. Zaurdan Tamerlana, Tamerlandan Sadiq Renat istiqamətinə Kənana top çatmır və qapıdan zərbə. Zaur qarşılayır və Bəhrəm və Tamerlan və Renat. Renat ötürür və out. Renat başlayır.
Renatdan uzun ötürmə Kənan istiqamətinə. Kənan topu ram edə bilmir. Yusif qapıda əli ilə oynamır, ayağı ilə pas ötürür Tamerlana və Tamerlan Hüseyin mücadeləsində Hüseyin Tamerlanı keçə biləcəkmi? Bəli. Ömər istiqamətinə xeyr. Tamerlan alır və Zaur istiqamətinə ötürür. Zaurdan qapçı Əli topu əli ilə saxlayır və Tofiq götürür topu. Tofiqdən Yusif uzun ötürmə edir Bəhrəm. Bəhrəm qapıya vura biləcəkmi? Və qapçı yerindədir. Çox gözəl jestlərlə Yusif qapını qoruyur. Və Renatdan uzun ötürmə Tamerlan istiqamətinə. Tamerlan sürət yığa biləcəkmi? Kənar istiqamətdə ötürmə edəcək. Xeyr, özü irəliləyir və qapıya gol! 2-1. Tamerlan hesabda önə çıxardır komandasını. Hesab 2-1. Rəhman xeyr nədir və Tamerlan yeni hücumun qarşısını alır. Qapçı Bəhrəm. Bəhrəmdən uzun ötürmə. Zaur istiqamətinə. Zaurun əlinə toxunsa da hakim avantaj deyir və oyunçuya nəsə oldu. Və oyuna davam. Qapıdan zərbə ilə oyuna davam. Zaur istiqamətində Yusuf ötürür. Zaur irəliləyir. İki nəfərin arasından çıxa bilmir. Out Xəzri. Out ötürür. Hüseyin. Və out Rafım. Kənandan uzun ötürmə alınmadı. Kənandan bir daha uzun ötürmə. Yenə müdafiəçilər qarşısını alır. Üçüncü ötürməni yenə qarşısını alır və Zaurdan uzun ötürmə Tofiqə tərəf. Out. Xəzri. Uzun ötürmə və Zaur müdafiədədir. Uzun zərbə və qapçı topu qapıdan çıxmağına imkan verir. Zaur istiqamətini ötürmə. Zaurdan out. Rafım. Ali, baba bu 7 sənin. Zaur. Ali, ortadakı Ali. 99 sənindir. Sənindir. Zaurdan Tamerlan istiqamətində. Zaur və Yusif. Gəl 99-a Ali. Yusifdən Tamerlan istiqamətində uzun ötürmə və Tamerlan başından ötürmək istəyir, amma Hüseyin ona imkan vermir və top əlidən çıxır. Tofiqdən Tamerlana uzun ötürmə Kənan istiqamətinə. Tamerlan topa. Ya sakitləş, yaxşı, sakitləş. Tamerlandan out başlayır Tofiq istiqamətinə, amma Tofiq tək çıxa biləcəkmi? Xeyr. Hüseyin out başlayır, amma əllə başlayır. Ona baş saldılar və o ayağına out'a başlayır, amma çaşqınlıqdan out'a çıxır. Out Rafım. Kənan uzun ötürməni. Kənan oyuna girib və Əliyev Kənandan və Kənan oyunu çox gözəl oynayır. Əlasız uşaqlar. Oynama Kənan. Gəl top istə, bura gəl. Ver ona, qorxma. Açı, qaç içəri. Ver, qaçdı. Ha.
Kenan özünü ötürmə və gol! Çox gözəl ötürmə və çox gözəl gol. Hesab 3-1 Rofmun xeyrinə olur. Nəzərinizə çatdırım ki, oyunun 10-cu dəqiqəsidir və hesab 3-1 Rofmun xeyrinə. Tamerlan və Bəhrəmin qarşıdurması. Tamerlan 3 nəfərin arasından çıxa biləcəkmi? Xeyr. Xəzri komandası ona imkan vermir. Və Əli hücuma keçir, amma Renat ona imkan vermir. Zaura isə yenə də digər Əli imkan vermir. Və Renat, Tamerlan Bəhrəmlə keçə bilmədi və Renat, xeyr, bu Sadiqdir. Zaurdan out Rofun. Nəzərinizə çatdırım ki, oyuna Sadiq və Şənan daxil olub və oyun Rofun komandasının xeyrinə gedir. Tamerlandan Sadiq istiqamətinə, Sadiqdən Kənana və out Rofun. Tələsmə. Qaç qabağa Kənan. Qaç qabağa. Gəl indi topa. Hey! Ona qaç qıraya. Ver Kənana. Bax Kənana. Görmürsən. Tamerlan da var. Ver atsın. Tamerlandan Renata out. Bir iki tık. Out Rofun. Arkaya atsın. Bir də. Tamerlandan Tələsmə. Sadiq istiqamətinə. Sadiqdən Bəhrəm topu götürür. Xeyr, başları Kənan genişlə. bir-birinə qarışır, amma topu Rofun komandası əldə edir. Və yenidən Bəhrəm topu əldə edir və hücuma keçmək istəyir. Və qapçı yerindədir. Yusifdən gözəl ötürmək Kənan istiqamətinə. Kənan irəliləyir. Əli ona imkan vermir. Digər əlində keçir. Və Kənan sanki əlilərin hamısını keçməyə söz verir. Və out Xəzri. Əlidən Tamerlan topu götürür, amma ram edə bilmir. Bəhrəm hücuma başlayır. Əli istiqamətinə, Əlidən top ayağını tutmur və Yusif imkan vermir topu çıxmağa. Tamerlan irəliləyir. Tamerlandan 3 nəfər onun qarşısını kəsir. Və Bəhrəmlə Sadiqin mücadiləsi və Küşdən zərbə. Bəhrəm Küşdən zərbəni başlayır. Sadiqə dayan top və yenidən Bəhrəmin zərbəsi top qapını görmür. Və qapıdan zərbə. Qapıdan zərbə ilə Yusif oyuna başlayır. Zaur istiqamətinə. Zaur oyunçunu aldatsa da topu ram edə bilmir. Out Xəzri və Zaur. Zaurdan Kənan istiqamətinə top out'a çıxır. Out Rofun. Və Renat istiqamətinə Kənan. Kənan Tamerlana istiqamətlənir. Tamerlan uzun ötürmə. Kənan istiqamətinə Kənanın top ayağını tutmur. Qapıdan zərbənin Tamerlan başı ilə ram etmək istəyir. Akrobatik hərəkətlərlə Sadiqə ötürmə, Sadiqdən uzun ötürmə və top əlat. Sən görürsən. Solta gələm ayağım. 100%. İkisini də qoysam. Sən əl çək də. Hər videoda sənin var. Və Zaurdan out Xəzri. Bəhrəm oyuna outla başlayır və Renat. Renatdan uzun ötürmə və Tamerlan topu ram edir. Tamerlandan uzun ötürmə Kənan istiqamətinə, amma Hüseyin ona imkan vermir. Əlidən ötürmə Tamerlan. Tamerlandan kimə pas verəcək? Bəli, Sadiqə. Sadiqdən Zaura, amma Bəhrəm Zaurun gələn topu alır və Yusif yerindədir. Tamerlandan Kənan istiqamətinə. Kənan. Bəhrəm birə-birdə Tamerlandan havaya qalxan top və qapçı
Qapçının əlindən sürüşür, amma ram edə bilir. Qaptan zərbə ilə oyuna başlayır və Bəhrəm topu başı ilə Tamerlan çox akrobatik hərəkətlə topu out. Rafon. Tamerlandan uzun ötürmə, amma oyuncular və Tamerlan kənar istiqamətdə, amma kənarın boyu o qədər deyil. Ay Tamerlan. Geldiğinizde sağ ucuna. Ömer sen gel sağa. Ömer. Qapçı top göndərir Hüseynə. Hüseyn və Tofiqin qaçdırması. Hüseyn Tamerlanı da keçir, Bəhrəmə ötürür. Bəhrəmdən Sadiq istiqamətində out. At içeri. Bəhrəm küşdən zərbə ilə oyunu başlayır və qapçı yerindədir, amma Ömer. Ver artık. Ömər onu çaşdırıb topu əlindən alır və Bəhrəmdən yenidən hücum və Ramin. Qapçı yerindədir və Kənana ötürmə. Kənan başı üzərinə topu niyə aparır? Top yerə düşməli idi, eybi yox. Və Tamerlan Bəhrəmlə niyəsə belə oynayır və qapçı yerindədir. Müdafiəçilər və qapçı imkan vermir. Topu qol olsun və Bəhrəm zərbə və top qapıdan kənara çıxır. Bayram 99'a yakın. Qapçı yerindədir. Sanki Shaolin futbol oynayırlar və qapıya zərbə. Düz değil. Qapıdan zərbə. Geç kabağa. Baba sağa bak. Tamerlan istiqamətinə. Tamerlana Sadiq. Out Rofun. Qapçı istiqamətinə. Qapçıdan uzun ötürmə, amma Ver arkaya. Ömər Tamerlan qaçdırmasında Tamerlan qaçdırı alır və kişini keçir. Zərbə qapıya, qapçı yerindədir. Və Tofiqə, amma Tofiq topu ram edə bilmir. Və yenidən qarşı durma və Sadiq. Və məşqçi Sadiqə ötürməni izah edir və küşdən zərbə. Tofiqdən Tamerlan istiqamətinə. Tamerlandan zərbə, amma müdafiəçi Hüseyn ona imkan vermir. Tamerlan bir də zərbə vurur. Yenə müdafiəçilər Kənan istiqamətinə. Kənandan Tamerlan zərbəni vurur, amma Hüseyn müdafiədə çox gözəl oynayır. Tofiq müdafiəçiləri sıxır və topu əldə edir. Tofiq ötürmə edəcəkmi? Sadiq istiqamətinə. Sadiqdən Bəhrəm və Sadiq. Xeyr, Kənan topu götürür. Kənan yıxılır, durur, amma digər Kənan ona kömək edir. Top out. Rofon. Kənandan uzun ötürmə Tamerlan istiqamətinə. Tofiqdən Tamerlan. Tamerlandan zərbə və out. Rofon. Tofiqdən uzun ötürmə Kənan istiqamətinə, amma top Kənanın ayağını tutmur. Digər Kənan topu əldə edir. Ötürmə Tamerlan istiqamətinə. Tamerlandan Tofiqə. Tofiqdən içəri və Tamerlan asist və gol. Hesab 4-1. Rofon komandasının xeyrinə olur. Və oyuna başlayırlar Xəzri komandası. Və Hüseyindən Tofiq alır və Tofiqdən zərbə. Qapçı Bəhrəm yerindədir. Zərbə. Qapıdan zərbə. Out. Out. Rofon. Out. Rofon. Sadiqdən uzun ötürmə Hüseyn və Kənan başı ilə topu out'a çıxardır. Çox gözəl refleks və Yere koy sonra başla.
Qapıdan top kənardaşı. Qapıdan zərbəni Yusif başlayır Kənana ötürmə. Kənan birini keçir. Kənandan Kənan istiqamətinə, amma müdafiəçi və Oyna. Sadiq nəyəsə donub qalır. Və çox gözəl, gecikmiş olsa da çox gözəl reflekslə topu out'a göndərdirə bilirlər. Out, Rofum və qapçı istiqamətinə Kənan. Digər Kənan topu götürür və sürət yığacaqmı? Out, Rofum. Kənandan out'u başlayır. Kənandan out'u başlayır Tofiq istiqamətinə. Tofiq irəliyəcəkmi? 3 nəfərin içindən çıxa bilmir. Və Kənan. Kənan, Ömərdir də o Barcelona, hə? Ömərdir də o Barcelona. Sen. Yusif Sen sola çık. qapıdan zərbə ilə oyuna başlayır. Ortaya koyanlar topun Və Tamerlan istiqamətinə. Tamerlandan ayağının dalı ilə, daha doğrusu dabanı ilə ötürmə Tofiq istiqamətinə. Tofiq topa çatır və Hüseyin və Tofiqin qaçdırmasına Kənan da müdaxilə edir. Kənan və Hüseyin və qapçı ilə təkbətək qalan Kənan qapçını əzmək istəmir. Və ötürmə Tamerlan istiqamətinə. Tamerlan yenidən 4 nəfərin arasında qalır və out. Out, Rofum. Tamerlan out'a başlayır və oyunculara kəllə ilə və başla Tofiq. Sen sola gir. Qapıya doğru zərbə vurur, amma top qapıdan kənara çıxır. Qapıdan zərbə və Tofiq. Tofiq topu götürə bilmir, amma Tamerlan ona kömək məqsədi ilə zərbə vurur və Tamerlan yenidən başı ilə, amma Sadiqin əlinə dəyən top out'a çıxır. Hakim avantaj deyir və Başla. Başla. out. Xəzri. Bəhrəmdən uzun ötürmə qapıya doğru Ömər. Ömərdən uzun ötürmə və Ali yerine Ali. qapçı yerindədir. Yusif həmişə kimi qapıda çox gözəl oynayır və Bəhrəmdən zərbə. Sadiq buna imkan vermir. Ama ne olmuyor? Out. Ola. Bırakma. Out Xəzri. Başla. Nəzərinizə çatdırım ki, oyunun 23-cü dəqiqəsidir və hesab 4-1 Rofum komandasının xeyrinədir. Topun üstüne. Out yenidən Hüseyin sen de. Xəzri. Bəhrəmdən uzun ötürmə Tamerlan başı ilə cavab vermək istəyir və Sadiqdən çıxan top out'a gedir. Out Xəzri. Bəhrəmdən uzun ötürmə. Orada 2 oyuncu olsa da Kənan topu out'a çıxardı. Və Zaur oyuna daxil olur. Rofum komandasının müdafiəsinin onurğa üstünü Zaur oyuna daxil olur. Kahraman başlıyor. Ali. Və küncdən zərbə. Xəzri komandası artıq demək olar ki 5-6-cı dəfədir ki out və küncdən zərbəni başlayır, amma Rofum komandası öz meydançalarından topu uzaqlaşdırmaq istəyir və top Xəzri komandasının qapısına gəlir. Qapısı yerindədir. Sakla topu. Tamerlan öz başından yuxarı ötürür. Bəhrəmdən Kənan istiqamətinə. Kənan Tofiq istiqamətinə ötürür, amma Kemal içeri gir. out Xəzri. Və Hüseyndən Bəhrəm istiqamətinə. Bəhrəm və Tamerlan Zauru da keçmək istəyir, amma zərbə ilə topu vurur və Öğrenci yerine. qapıdan zərbə. Oyuncunun üstüne çekme. Oyuncunu tut. Yusif qapıdan zərbəni başlayacaqmı və Yusifdən Bəhrəm topu ram edir və Hüseyndən zərbəni Tofiq qarşısına alır.
Tofiq birini keçir. Hüseyni keçə biləcəkmi? Xeyr, Zaura gəlir. Top Zaurdan uzun ötürmə. Amma qarşıda heç kim yoxdur. Qapıdan zərbə. Qapıdan zərbəni uzun zərbə ilə başlamaq istəyir amma Tofiqə gəlir top. Tofiqdən zərbə və müdafiəçi Tofiq. onun qarşısını alır. Totu. Çok fikirleşmeye çəkdin, vurdun sen hücumçusa. Gücdən zərbəni Tamerlan başlayır. Tamerlandan uzun ötürmə. Penaltı. Xeyr. Qapçıymış o. Ben kapıcı. Üzr istəyirəm. Və Elle de oynuyor. avantaj deyirlər. Tamerlan başı ilə ram etmək istəyir topu. Bəhrəm və Tamerlan. Out Xəzri. Və gələn topa zərbə ilə Zaur qarşısına alır. Tamerlan ötürmə Tofiq istiqamətlə amma top çatmır. Bir nəfər. Zaur görəsən top göylərdə qalır. Tofiq istiqamətlə ötürmə. Yenidən top sanki yerə düşmək istəmir. Renatdan Tofiq istiqamətlə Zaur və müdafiəçilər müdafiə xəttini qoruyurlar. Tamerlandan Bəhrəm istiqamət. Xeyr, Tamerlan ötürmə. Tamerlan 3-cü adamı keçir və out qazandırır. Out Rafon. İçeri. Out Rafon. Kaptan zərbə. Zaur yeri ver, Renat yeri ver. Kaptan zərbəni Zaur qarşısına alır və Tamerlan başla ram edir topu Kənan istiqamətinə. Tamerlan önə çıxacaqmı? Kənan və Allah hücumu qurmurlar amma qapçı yerindədir. Qapıdan zərbə və Renat müdafiənin ən yaxşı köməkçisi və Zaurun əlinə dəyən top və amma yenə avantaj deyirlər. Qapçıdan uzun ötürmə sanki artıq məşqçilərlə oynamaq istəyirlər. Tamerlandan Tamerlan oyuna başlayır. Yusif istiqamətində. Yusifdən uzun ötürmə. Renatdan Kənanı görə biləcəkmi? Xeyr. O Tofiq istiqamətində atır topu. Amma out qazandırır komandasına və Tofiqdən Tamerlan istiqamətində zərbə Tamerlandan amma müdafiəçilər yenidən zərbə və Bəhrəm qapıdadır. Tofiq və Tamerlan. Çaman kaç ortaya. Tamerlan ikisini keçir. Üçüncü və zərbə Bəhrəm qapıdadır. Top qapıdan kənara çıxır. Qapıdan uzun zərbə. Və qapçı yerindədir. Küncdən get başla. Amma küncdən zərbə. Hadi get. Nəzərinizə çatdırım ki, oyunun 29-cu dəqiqəsidir və hesab 4-1. Rofum komandasının xeyrinədir. Qapçının əlindən sürüşən top. Amma müdafiəçi Zaur yerindədir. Başla. Və yenidən küncdən zərbə. Və Tofiq. Tofiq topu davam edir. Amma qapçı yenidən yerindədir. Küncdən zərbə. Tamerlan və yıxılır. Tamerlanı Hüseyin yıxır və cərimə zərbəsini Tamerlan yerinə yetirir. Uzun ötürmə Zaur istiqamətinə amma Bəhrəm yerindədir. Bəhrəmdən uzun ötürmə Tamerlan başla ram edir Kənan istiqamətinə.
Kənandan Tofiq istiqamətində. Tofiq irəliləyir. Təkbətək mübarizədə. Küşdən xeyr. Out. Zaurdan Tamerlana. Tamerlan çaşqının içində top itirir, amma Kənandadır top. Kənan Əli, amma top qapıya gedir və qapçı yerindədir. Önə atır və müdafiəçi Hüseyindən Tamerlan. Tofiq ram edir topu Kənan istiqamətinə. Kənan topu ala biləcəkmi? Topu saxlaya bilmir Kənan. Və out Xəzri. Tamerlandan uzun zərbə Bəhrəm istiqamətinə. Amma qapçı yerindədir. Tofiq. Out. Tamerlan istiqamətinə solla, amma ötürmə biraz sürətli olur. Və Renat topu ram etmək istəyir, amma Yusif topu ötürür və yenidən Yusifdən, amma out. Rafa. Tofik'dən Tamerlan istiqamətinə. Tamerlan sürət yığacaqmı? Gözəl ötürmə Kənan istiqamətinə. Kənan qapçı ilə təkbətək qalır, amma Hüseyin onun sürətini alır və qapıdan zərbə ilə oyuna başlayırlar. Yeni bir hücum qurur Xəzri komandası, amma Zaur onurğanı, müdafiənin onurğası. Tamerlanla Tofiq istiqamətinə ötürmə və Tofiqin ayağını top yenə tutmur. Tamerlan başla ram edir. Renat ayağını çox göylərə qaldırır. Kənan 3 nəfərin arasında qalır və Renat istiqamətinə. Renatdan zərbə, amma Hüseyin o zərbəni qarşısında alır və qapçı yerindədir. Və Renat başla ram edə bilmir, amma Zaur onu sığortalayır və top Yusif'də. Yusif'dən uzun ötürmə. Tamerlan istiqamətinə. Tamerlan və Tofiq. Tofiqdən Renatdan uzun ötürmə. Başla müdaxilə və out. Rafa. Renat oyuna başlayır. Açıl. Tamerlan açıl. Tofik kaç. Yakınca. Ona yakın. Daram ona yakın. Yusif çox təhlükəli oynayır, amma Tofiq istiqamətini ötürmə edir. Tofiqdən Renat. Renat'ın müdafiəçilər yenə qarşısını alır. Və Renat'dan Tamerlan'a uzun ötürmə. Tamerlan və dirəyə dəyən top. Müdafiəçilər qarşılanır, amma hücum qurmaq istəyir Xəzri komandası. Ona Renat imkan vermir. Bəhrəm istiqamətinə. Kənan topu ram edir. Kənandan Tamerlan'a ötürmə. Tamerlan və 2 nəfərin arasında qalır Tofiqə. Tofiqdən ötürmə Tamerlan istiqamətinə. Amma müdafiəçi ona imkan vermir. Küncdən zərbə. Uzun qaldırış və qapçı yerindədir. Qaptan zərbə ilə oyuna başlayırlar Tamerlan və Bəhrəm. Oyunu çox gözəl alınır və Tamerlan Bəhrəmi keçir. Və Hüseyin və Tamerlan. Hüseyindən keçən top müdafiəçi qoymur. Renat'dan uzun ötürmə Tofiq istiqamətinə, amma out Xəzri. Tamerlan istiqamətinə. Tamerlandan zərbə dəqiq alınmır. Qapıdan zərbə ilə oyuna başlayırlar Tofiq. Kənandan Tofiqə gözəl ötürmə, amma müdafiəçi yerindədir. Nəzərinizə çatdırım ki, oyunun 35-ci dəqiqəsidir və oyun bir hissə ilə olacaq.
Yəqin ki, Tamerlan niyəsə Bəhrəmlə qarşı-qarşıya qalanda niyəsə topu yox Bəhrəmi seçir və küşdən zərbə. Ali çek de Ali çek. Hüseyin gel bura. Ay Hüseyin. Bəhrəm küşdən zərbəni başlamaq istəyir. Hüseynə doğru ötürə bilərdi, amma qapını seçir. Və qapçı gol deyil. Gol deyil, gol deyil, gol deyil, gol deyil, gol deyil. Gol deyil. Qapçının yanına çıxıb ötür. Tamerlan uzun gedir və zərbə. Bəhrəmdən Renat topu almaq istəyir. Bəhrəm hücuma keçir, zərbə və bu goldur artıq. 2-4 hesabı ilə Xəzir komandası hesabı biraz da yaxınlaşdırır. Bəhrəmin sevincini gördük və Ömer sen yok. Ömer sen və sağ oyuna ol. başlayırlar. Tamerlan, Bəhrəm birebirsə topa çek. Bəhrəm və Renat qarşı durmasından Bəhrəm topu özündə saxlayır, amma Kənan gəlir topu götürür. Kənan dördüncü adamın keçir, amma sonuncu müdafiəçi ona imkan vermir. Budur Əzazil Kənan. Zaten 23 nömrə sənindir. Tamerlandan altı başlayır Zaur istiqamətinə. Amma anlaşmamazlıq və out Xəzri. Bəhrəm istiqamətinə ötürmə. Bəhrəmdən zərbə dirək. Rofum komandasını xilas edir. Ver orta Ali gir içeri. Və uzun ötürmə, amma Əlidən Kənan topu. Çox gözəl getirir Kənan. Homunu keçir qapıya doğru. Qapıya doğru zərbə, amma qapçı çox gözəl oynayır. Və Tamerlan başla davam edir. Sadiq və Bəhrəm artıq mənlə oynamaq fikrinə gəlir. Mənə tərəf ötürür, amma top outa çıxır. Renatdan Tamerlana ötürmə. Tamerlan Bəhrəmdən keçirdir topu. Sadiq yenidən Bəhrəm ötürür. Tamerlan topu ala biləcək mi Bəhrəmdən? Əla bir fintlə Tamerlan topu ala bildi və təkə-tək Hüseynlə qalır. Tamerlan qapçı ilə təkbə-tək pas verəcək mi? Və özü vurur. Gol. 5-2 hesabı ilə Rofum komandası önə çıxır. Hacı ortada. Hacı. Ali Tamerlan topu yenidən alır. Hüseyin yıxılır. Tamerlan da yıxılır. Sanki oralar bir anlıq sürüşkən bir sahəyə döndü. Tamerlan topu ala biləcəkmi? Və Tamerlanın arxasına keçən topu Tamerlan götürür. Kənan ötürür. Kənandan gözəl zərbə, amma top qapıdan kənara çıxır. Künçdən zərbəni Kənan başlayır. Renat istiqamətinə və Zaur hətta müdafiəni aşıb. Mərkəz xəttindən öndə müdafiə olunur. Atılan top və uşağın üzünə dəyir. Onu dəyiş üzünə dəydi. Çağıram səni. Gel bak. Out. Rofum. Əlası. Və Yusif bombardir oyuna daxil olur. Tamerlan outa başlayır. Tamerlandan uzun ötürmə Bəhrəm yerindədir. Sağa gel. Və Yusif topu ram edə bilmir. Əli və Tamerlan. Zaur çox gözəl müdafiə olunur. Kənan amma Hüseyin gel. out. Xəzri. Yuyuş. Renat istiqamətinə. Renatdan Yusifə ötürmə. Yusif irəliləyir. Yusif zərbə vurur, amma qapçı Bəhrəmdir. Tamerlan topu ram etdi və Tamerlandan zərbə xeyir Kənan istiqamətinə. Yusif birini keçir zərbə və ikinci topu Bəhrəm tutur. Tamerlan
Tamerlandan uzun ötürmə, yuxarıya doğru Bəhrəm topu ram edir. Ali, bas. Çox gözəl oyun nümayiş etdirirlər. Nəzərinizə çatdırım ki, Xəzri komandası onlardan ən az 1 yaş böyükdür. Və oyunun ən gənc oyuncusu Yusif out qazandırır. Xeyr, küncdən zərbə. Yusif ötürür, sağ Renat istiqamətinə amma zərbə dəqiq alınmır. Bəhrəmdən uzun ötürmə və Ömər istiqamətinə və Hacı oyuna daxil olub və Hacı küncdən zərbə qazandırır. Başla. Tamerlan görür topu və ram edir. Tamerlan sürət yığa biləcəkmi, amma qarşısını alırlar. Keyfiyyətli burada. Ali, 99'a bak. Alçak, Ali Kasımzadə, sola çek. Çek üstüne. Sadiq dərnə ötürməz Zaur istiqamətinə, amma çaşqınlıq yaranır və out Xəzri. Tamerlan müdafiədən çıxmaq istəyir, out qazandırır. Kasımzadə. Atrafı. Tamerlan Yusufu görür, amma qapçı da onun hərəkətlərini başa düşür və out Rofun. Kənandan Tamerlan istiqamətinə. Tamerlan birini keçir. Tamerlandan ötürmə Yusuf istiqamətinə, amma yenidən qapçı yerindədir. Kənandan çox gözəl hərəkət və digər Kənanın ayağını top tutmur. Və out Xəzri. Açı, gel bura. Sadiq, bu nə ötürmə idi? Hacı topu çıxardır. Qapıdan zərbə ilə Sola çek. oyuna davam edirlər və Zaurdan uzun ötürmə. Yusif siləsi ilə ram edir topu. Zaura yenidən ötürmək istəyir. Yenidən Zaur onları çaşdırır və Yusif və Hüseyin dalaşmaq istəyirlər, amma onların yaşları buna icazə vermir. Və məşqçi onları cəzalandıracaqları ilə təhdid edir və onlar sakitləşirlər. Və Bəhrəmdən uzun ötürmə, Yusuf ötürmə, amma Yusuf imkan vermir və qapıdan zərbə. Nəzərinizə çatdırım ki, oyunun 43-cü dəqiqəsidir və hesab 5-2 Rofum komandasının xeyrinədir. Tamerlan və Ömər çarpışmasından Tamerlan 2 nəfərin arasında qalır. Hətta deyərdim 3-cü adam da gəlir, amma Tamerlandan Yusuf ötürmə, Yusufdən uzun ötürmə Kənan istiqamətinə. Amma Tamerlan Yusuf qarşısını alır və Zaurdan uzun ötürmə Kənan istiqamətinə, amma Kənanın boyu ona imkan vermir. Yusuf out'a başlayır və Yusufdən uzun ötürmə Kənanı çox gözəl görür. Kənan topu ram edir, amma Hacıdan çıxan top out. Tamerlandan qapıya doğru zərbə, amma Bəhrəm qapçı deyildi. Qapçı Bəhrəm deyildi və penal verilir. Penal. Kənan penal. Və penal. Penaldan Yusuf penalı vuracaq və Yusufdən gol. Hesab 6-2. Yusuf qolu vurur, amma tam ciddiyyəti ilə heç də olmamış kimi oyuna davam eləyir. Top mərkəzdən başlayır. Kənan. Ya doğru çox gözəl. Ömərin qolu. Hesab 6-3. Və hesab yenidən 6-3 olur. Və Tofiq istiqamətinə, amma
Kenan qarşısını alır. Tofiq. Kenan və Bəhrəmin qarşıdurması. Ömer sola qalağa. Zaurdan Yusif istiqamətinə, amma yenidən out qazandırır. Arkaya qayda. Ali, arkana bax, oyuncuya bax. Yusifdən uzun ötürmə. Tofiqi görür. Tofiq Kənana ötürür. Kənan və Tofiq topu ala bilmir. Hüseyin onlardan alır. Və Hüseyin qəşəng götürmədir. Bəhrəm götürür topu. Zaur Bəhrəmin qarşısını alır. Bəhrəm yıxılmadan. Topa müdaxilə idi, amma Bəhrəm cərimə gözləyir. Amma hakimlər onun topa müdaxilə olduğunu deyirlər. Və Zaur qapıda niyə belə təhlükəli oynayırlar? Və Bəhrəm bundan istifadə edir. Və hesab 6-4. Bəhrəmin şans izləyirik. Və mərkəzdən başlayırlar. Tofiqdən Yusif istiqamətinə uzun ötürmə Yusif. Out. Ərəf. Yusifdən uzun ötürmə Kənan istiqamətinə. Bəhrəm və Zaurun qaçdırması. Zaur ona imkan vermir. Yusif gəlir Bəhrəmin arxasından dolanıb topu götürməyə. Kənan və Bəhrəm özünü ram edə bilmir. Top qapıdan kənara çıxır. Və uzun ötürmə Kənan. Kənandan Hüseyin istiqamətində. Hüseyin ayağını top tutmur. Kənan və out. Ərəfim. Kənandan Tamerlan istiqamətinə ötürmə. Tamerlan Zidan sayağı hərəkətlə. Tamerlan Yusif ötürmədir, amma Yusif çatır topa. Tofiq istiqamətinə ötürür, amma Tofiqə çatmır top. Və Bəhrəmdən yenidən mənə ötürmə, amma mən oyunda deyiləm. Çox təəssüf ki, mən oyunda deyiləm. Tamerlandan Yusif ötürmə. Yusif zərbəsi. Və qapçıdan çıxan top küncdən zərbə ilə başlayacaqlar. Tofiqdən ötürmə Bəhrəm qarşısını alır və Zaur da artıq mənlə oynamaq istəyir. Və Bəhrəm artıq başlayır. İçəri gir. Bəhrəmdən uzun ötürmə. Oyna Rami, üstünə get. Kənandan yenidən Bəhrəmə. Bəhrəm. Qapıdan zərbə. Ömer sola get. Zaur istiqamətinə. Zaur və Bəhrəm. Xeyr, Zaurdan Yusifə gözəl ötürmə. Tamerlan qarşısını almaq istəyir. Yusif çox gözəl çıxır. Çox gözəl hərəkətlərlə Bəhrəm topu ram edə bilmir. Bəhrəm 99'a gəl. Bəhrəm buna. Nəzərinizə çatdırım ki, oyunun 48-ci dəqiqəsidir. Zaur istiqamətinə ötürmə. Zaur Bəhrəm onu arxadan müdaxilə etmək istəyir. Yusifdən uzun ötürmə. Tofiq istiqamətinə. Tofiq təkbətək qalır. Yusif ötürmə. Yusifdən zərbə və gol. Oyunun 49-cu dəqiqəsində Yusif hər zaman kimi bir qolunu vurur. Hesab 7-4 Tərəfim komandasının xeyrinədir. Və Bəhrəm tək başına keçmək istəyir, amma müdafiəçilər ona imkan vermirlər. Tofiqdən uzun ötürmə Yusif qarşısını alır və Kənan və Tofiq. Tamerlan Tofiq deyilmiş, o Zaur. Yusifdən uzun ötürmə Tamerlan ikisi bir oynayırlar.
3'e 1 hətta oynayırlar. Yusif'ten ötürme olacak mı? Ve asist ve Tamerlan'dan bir zərbə ve hesap 8-4 olur. Oyunun 50. dəqiqəsi ve Yusif'in əram etməyilə və kənardan Yusif'in digər müəllimin, Miri müəllimin tərifləri bizi bizdən alır və Kənan Renat'dan yenidən ötürmə, amma Hüseyin yerindədir. Və Əlidən out'u başlayırlar. Tamerlan topu ram edir ama out'a çıxardı. Hacı geç qabağa, Hacı geç qabağa. Düzdür. Və Allah'dan Rami. Rami istiqamətinə Ramindən Renat aldı və Renat yəqin ki Yusiflə Əliyi səhv salıb Zaurdan Tamerlan istiqamətinə Ramil topu almaq istəyir amma out'a çıxardır. Üstüne geç. Zaurdan Tamerlan istiqamətinə və Tamerlan tək başına 3-cü adamı keçir, başını qaldırır, baxır. Ötürmə Renat istiqamətinə, amma Yusif tərəfə gedir. Yusiflə mübarizədə Yusif qalib gəlir. Və Yusif out başlayır, uzun ötürmə. Renat istiqamətinə Renat'dan ram edə bilmirlər topu. Out Rafın. Renat'dan Tamerlan istiqamətinə. Amma Tamerlan'a zərbə dəqiq alınmır. Müdafiəçilər çox gözəl oynayırlar. Tamerlan yenidən topu götürür və göylə vurulan topu Bəhrəm ram edir. Bu nə tutmalardır Bəhrəm. Və Tamerlan akrobatik saxlamaq istəyir topu amma alınmır. Və Kənandan uzun ötürmə. Tamerlan 3 nəfərin arasına girir. Və onlar topu alırlar. Ramin də Kənan imkan vermir keçməyə. Nəzərinizə çatdırım ki, oyunun 53-cü dəqiqəsidir və baş məşqçimiz Elvin hələ də oyunu davam eləməyə məcburdur. Çünki onlar udurlar. Sanki onlar uduzmaq istəyirlər. Və Ramindən ötürmə dəqiq alınmır. Hacı sağa get. Nəzərinizə çatdırım ki, uşaqların 8, 9 və yaxud da 10 yaşı var və uşaqlar durmadan 50 dəqiqə, hətta 53 dəqiqə deyərdim ki, oyun oynayırlar. Bu isə oyuncuların möhtəşəm iradəsinə sahib olmasına deməkdir. Və Bəhrəmdədir top. Bəhrəmdən olsun ötürmə. Kənan başla qəbul edir amma out'a çıxardı. Out Xəzri. Tamerlandan Yusif ötürmə. Yusif topu saxlayır. Paz edir. Renat ötürmə. Renat sola çəkir. Amma Bəhrəm qapıdadır. Tamerlan'a gəlir top. Tamerlandan keçir. Kənan ram edir topu. Tamerlan irəliləyir. Tamerlan birini keçdi. İkincisini keçir. Tamerlandan ikincisini keçməyə cəhd amma Hüseyin. Tamerlan arxadan topa müdaxilə edir. Kənandan mənə doğru torba yox, gəlmədi ya, eybi yox. Və Bəhrəm Yusifə gələn top və top qapıdan kənara çıxır. Nəzərinizə çatdırım ki, hesab 8-4. Başla qəbul edir Yusif. Və Sadiq artıq çay içməkdən bezir və qapçı olaraq davam edir. Sadiq qapıda çox möhtəşəm oynayır. Kənandan Tamerlan istiqamətinə. Tamerlan və Bəhrəm. Bəhrəm qəşəng keçir amma Sadiq qapıda Cümrah dayanıb. Və Bəhrəmdən akrobatik hərəkətlər. Kənan onun əla bir ötürmə Sadiq istiqamətinə. Sadiqdən ötürmə olacaqmı? Yusif istiqamətini ötürür. Kənandan Tamerlan. Bizdə başla. Out.
Ali. Xəzri. Bayram sen başla. Tamerlan. Tamerlan 3 nəfəri keçir, 4-cünü keçir. Qapçı ilə təkbətək qalacaqmı? Qapıya zərbə amma qapçı yerindədir. Yusif qayıdan topa vurmaq istəyir amma ona sürəti çatmadı. Kənandan Bəhrəmin topu almaq istəyir. Ali köməklə. Sağ. Qardaş vur. Tamerlan topu alır. Yusif. Yusif'in müdaxiləsi Ömərə qarşı, amma çox gözəl oyun nümayiş etdirirlər. Kənandan out başlayır. Kənan Yusifi görür. Yusif topu saxlayır. Sürət yığır. Yusif paz edir. Ötürmə edir. Tamerlan ala bilmir. Əla, Əli və Tamerlan qaçdırmasından out Xəzri. Əlidən ötürmə, Tamerlan başla qaçlayır və Hüseyin də başla qaçlayır. Renat iki oyuncunun arasında qalır, amma ayağını tutur. Sanki ayağında problem yaranmış kimiydi, amma Tamerlan sonunda korpusla Bəhrəmi yerə yıxır. Tamerlan çox çobud oynayır. Oyun nümayiş etdirir. Vurmaq istəyirsən. Out. Gəlmə deyə mən də. Və Renat'dan bu nədir? Qoydu topu Renat vurur. Və 9-4. Aha, mən ama dedim çobud oynayır. Mən görmədim düzü. Və 9-4. Nəzərcə çatdırım ki, oyunun 56-cı dəqiqəsidir. Və Yusif Hüseyndən topu almaq istəyir. Tamerlan ona köməyə gəlir. Tamerlan 3 nəfərin arasından find etmək istəyir, amma Hüseyin onun qarşısını alır. Nəzərcə çatdırım ki, oyunun artıq 58-ci dəqiqəsidir. Tamerlan 3 nəfərin arasından çıxa bilmir. Kənansa Əlidən topu alır. Out. Ayrafım. Tamerlan out başlayır. Kənan istiqamətinə. Kənandan qayıdan topa Tamerlan. Kənandan Yusif istiqamətinə. Yusif dönə bilmir. Hüseyin onun qarşısını alır. Və Kənandan Yusif istiqamətinə, amma Hüseyin Yusif yerdə qalır. Məşqçi Yusifi əvəz edəcəkmi? Xeyr, Yusif ayağa qalxır. Tamerlan yenə topu ram edir və sürət yığacaq. Tamerlan bir kişini keçdi. Tamerlan birini də keçir. Tamerlan yenidən keçir, qapıya zərbə və qayıdan topa Yusif. Yusifdən qapıya doğru zərbələr, amma qapçının sanki başını topla səhv salırlar. Bunlar necə hücumdur, bunlar necə agresiyadır. Renat'dan Tamerlan istiqamətinə. Tamerlan zərbə. Yusifdən zərbə qapçı yerindədir. Və Yusifdən Hüseyin. Kənan amma bu cərmə zərbəsidirmi? Xeyr. Topa müdaxilə deyirlər. Amma uzun ötürmə Yusif çata bilmir. Və oyunumuz sona yetir. Tam 1 saatlıq durmadan oyun. Və hesab 9-4. Rofum komandasının xeyrinə olur. Oyunçular bir-birini təbrik edir. Və biz də sizinlə sağollaşaq. İnşallah gələn görüşlərə dək sizinlə
həvəskar çəkiliş edən, professional oyunları həvəskar çəkiliş edən Şaməddin idi. Sağ olun, salamat qalın.